26 января президент Азербайджана утвердил изменения в законодательстве. Сейчас в Азербайджане запрещено распространять в соцсетях так называемые выражения, противоречащие морали, а также изображения тела, не соответствующие национально-нравственным ценностям. Что именно попадает под эти формулировки, до конца не ясно. Но за подобные публикации вам может грозить штраф либо административный арест. После вступления закона в силу к ответственности уже были привлечены несколько тиктокеров именно по формулировке за неуважение к обществу и распространение аморального контента. Мы призываем лиц, демонстрирующих в социальных сетях, особенно во время прямых эфиров, явное неуважение к обществу и поведение, противоречащее моральным ценностям, воздержаться от подобных действий. Вот как комментирует МВД эти аресты. Также в стране начали распространяться сообщения о так называемых черных списках певцов, артистов, которым запрещено появляться на телеэкранах. СМИ пишут, что часть исполнителей фактически отстранили от эфира. С телеэкранов также исчезли некоторые программы. Их либо закрыли, lибо сняли с эфира. Bugüne qədər verilişimlə bağlı heç bir qanun pozuntusu aşkar edilməmişdir. Və dünənləri Audiovizual Şuranın rəsmi açıqlamasında bildirmişdir ki, mənim və ya başqa həmkarlarımın verilişin bağlanmasında heç bir qanuni pozuntu yoxdur. Эксперты связывают это с усилением контроля над телевизионным контентом. Ümumiyyətlə diktatura rejimlərində diktatorun və rejimin avtoritetini, legitimliyini yüksəltmək üçün mütləq ictimai rəyə ilk baxışdan xoş gələcək hansısa məhdudlaşdırıcı normativləri tətbiq edirlər. Bütün diktator rejimləri belədir. Yoxsa milli mentalitet falan kimi, nə bilim, əxlaq göstəriciləri kimi güya hansısa dəyərləri nəzərdə tutaraq belə addımları atmırlar. Cəmiyyətin ümumiyyətlə ifadə azadlığını bütün mümkün istiqamətlər üzrə məhdudlaşdırmaq əsas niyyətdir. Интересно, что на протяжении многих лет независимые журналисты и эксперты критиковали телевизионный контент за его низкое качество и вульгарность. O Zaur Əkbər var, onu ümumiyyətlə cəmiyyətdən qovub çıxartmaq Zaurlar lazım. çoxdur. Zaur Baxşəliyevdir, Zaur Kamal. Zaur Əkbər, əlini də cibinə qoyub, əlini də cibinə qoyub danışır, birdən iki əlini də cibinə qoyub danışır. Elementar səhnə mədəniyyəti yoxdur. И вот теперь ограничения вводятся именно в тот момент, когда контроль над информационным пространством стал политически особенно важным. В этом контексте новый закон можно рассматривать не столько как попытку защитить общественную мораль, сколько как еще один инструмент регулирования и удержания под контролем. 2-3 il əvvəl təxminən deməli mediaya qarşı təzyiqlər başladı və müstəqil media institutu ölkədə sıradan çıxarıldı və bütün medialar, müstəqil medialar ölkəni tərk etməyə məcbur oldular. Bu tərk etmə prosesindən sonra hökumət artıq, yəni o belə deyək də ictimai məkanı daha da qapatmağa çalışır və bunun da məncə əsas səbəbi odur ki, bu şəxslər, yəni həbs olunan tiktokerlər və yaxud da saxlanılan şəxslər kifayət qədər populyar şəxslərdirlər və bu şəxslərin canlı yayımlara çıxması, özünün üçün efir açması hökumət üçün bir növ təhlükə səciyyəsi daşıyır məncə. Çünki bu subyektlər onların nəzarətindən kənardılar, yəni faktiki bir institut deyirlər, fərdlərdirlər və istənilən şəxs bugün YouTube'da, TikTok'da, Instagram'da canlı efir açıb istədiyi fikri səsləndirə bilər. Məncə hökuməti bu narahat edir ki, onun kontrolundan kənara bir şəxs və ya şəxslər var ki, миллионlarla insana çatır. Ключевая проблема в том, что у закона нет четких критериев. И в итоге это открывает возможность для выборочного применения, когда решение зависит не столько от нормы, сколько от того, как ее трактуют. Bura ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi və ya əxlaqsız ifadələrin səsləndirilməsi, eyni zamanda bu insan bədəni hissələrinin hansısa milli mənəvi dəyərləri zid formada göstərilməsinə dair məlumatlar bu qadağan olunan informasiyalar siyahısına əlavə olundu. Sadəcə burada problem ondadır ki, bu məlumatların yəni tutaq ki, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər nədən ibarətdir və ya insan bədəninin hansısa milli mənəvi dəyərə zid formada
göstərilməsi, yəni hansı konkret nələrdən ibarətdir? Bununla bağlı bir açıqlama mövcud deyil. На этом фоне возникает еще один важный вопрос. Кого именно коснутся эти ограничения? Azərbaycanda qanunların ümumiyyətlə seçmə qaydada tətbiq edilmə praktikasında nəzərə alsaq, belə hesab eləmək olar, belə düşünmək olar ki, hökumətin nəzarəti altında fəaliyyət göstərən troll şəbəkəsi ki, mən bu yaxınlarda bir ciddi materialda rast gəldim ki, Azərbaycanda 50 min nəfərə qədər troll var. Bu fəaliyyət üçün cəlb edilmiş və bu region ölkələri deyil, bəlkə də bütün dünyada lider göstərici sayıla bilər. Onlar təhqir və söyüş elementləri içərən yazılar falanlar yenə də yazacaqlar. Amma qanun axı onlara tətbiq olunmayacaq. Qanun əsasən sosial şəbəkələrdə özünün fərqli mövqeyi ilə, alternativ düşüncəsi ilə, alternativ ifadə tərzi ilə fərqlənə biləcək adamlara tətbiq olunacaq. Əsas da yeni nəsilə. Эксперты также говорят не только о юридических последствиях, но и о более широком эффекте этих мер. Речь идет уже не просто о наказаниях, а о сигнале, который власть посылает обществу через показательные случаи и давление даже на косвенных участников онлайн-дискуссий. Yəni bir növ insanları özünə senzur eləməyə məcbur eləyirlər. Faktiki olaraq gəlib səni həbs eləmir, amma başqa bir nümunə üzərindən göstərir ki, yəni bunu eləsən bu başına gələ bilər tərzində belə bir şey mesajı verir. O baxımdan mən bir xəbərdarlıq olduğunu düşünürəm bunun. Eyni zamanda bayaq dediyim kimi bu hökumətin uzun illərdir apardığı propagandanın bir növ nəticəsi kimi qiymətləndirmək olar, amma həm də yəqin ki, hökumət bundan belə deyək də öz təbliğatı üçün də istifadə eləyə bilər ki, yəni insanlar baxır, mən məsəl üçün belə bu cür aktları qəbul eləmirdim, bunun Azərbaycan milli mentalitetinə uyğun olmadığını deyirdik biz və indi artıq başlamışıq bunu praktiki olaraq tətbiq eləməyə. На этом фоне все чаще звучит мнение, что с принятием этого закона контроль над обществом заметно усиливается. И речь идет уже не только о регулировании контента, но и о формировании среды, в которой люди вынуждены сами ограничивать себя в высказываниях. Yəni bu normal əslində qanunvericiliyə əlavə olunması, yəni bir növ nəzarətin tam ələ götürülməsi ilə bağlıdır. Çünki əvvəllər yəni dövlət qurumları ya hüquq mühafizə orqanları tam olaraq hər hansı bir tədbir görə bilmirdi. Məsələn, bu yaxınlarda da məlumat yayıldı ki, Daxili İşlər Nazirliyinin özünün sosial şəbəkələrə nəzarət edən xüsusi bir qurumu da, yəni bölməsi də var, ya şöbəsi var. Yəni hüquq mühafizə orqanları da bu sosial şəbəkələrə ciddi nəzarət eləyir və əvvəlki vaxtlarda, yəni bu yanvar ayından əvvəl bu tip status paylaşan şəxsləri daha çox polisə müqavimət adına, yəni polisin qanun tələbinə tabe olmamaq maddəsi ilə, yəni İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə məsuliyyətə cəlb edirdilər. Çünki konkret norma yox idi və indi artıq bunu normallaşdırıblar, qanunvericiliyə salınır və artıq bu yəni həmin şəxslərin paylaşdığı məlumatları yəni indi daha çox ciddi nəzarət var, yəni nəzarət artır və artıq yəni hər bir yazan şəxsi, məsələn belə deyək, əvvəllər tam kəskin yazmayan adamlara qarşı bir tədbir görmürdülər, amma indiki halda daha da ciddi tədbir görülür. Yəni xırda bir, məsələn, kimsə post paylaşırsa belə, onu tam rahat şəkildə bu qanuna istinad edib, məhkəməyə müraciət edib, həmin şəxs barəsində tədbir görə bilərlər. Какой вывод из всего услышанного сегодня мы можем сделать? Границы допустимого в публичном пространстве Азербайджана становятся все более размытыми. И в новых условиях все больше людей будут задумываться не только о том, что сказать, но и о том, стоит ли вообще говорить.